Herkese salam dostlar. Ben Ela ve kanalıma hoş geldiniz. Elda məni palçıq itəliyir. Ne yiyirsən? Panik. Tamam. Bugün Amsterdam'da demək olar ki, ikinci günümüzdür. Və səhər durduq. İndi saat 11 işləyibdir. Gedirik səhər yeməyi yeməyə. Əslində bugün Van Gogh müzesinə getmək istəyirik. Prosta bilet yoxdur bugünə. Biz də fikirləşdik, sabağa mı var? Sabağa gedək. Prosta ala bilmədik onu da. Telefona şifrə göndərməlidir ki, göndərmir onu. Çünki bizə yəqin Azərbaycan nömrəsi deyə göndərmir. Anlamadıq. Ona görə indi gedək. Evə gələndə yenidən denəyəcəyik, amma ora getmək istəyirəm. Xoşuma gəlir ora. İndi gedək yemək yeyək. Demə Elcan. Çox acam. Mən də acam. Akşamda salat yedik. O marketdən salat almışdı. Qəşəng idi amma. Sevdim. Salat? Hə. Salat işe. Yüngül salat idi. Həm də amma belə fresh idi. Köhnə salat kimi değildi. Onu da sevdik. O akşam da salat yemişdik. Daha da acıq. İndi ona görə gedək bir şeylər yeyək. Tost yemek. Tost yedim də yer tapır. Ezan yer tapsa yerə tökü vermir. Amma yemək də, yəni yemək yəqin pis yer tapmaz deyə düşünürəm. Yemek baxımından yox. Başqa etsən. Ona görə neyse gidək orada atarım. Şəhər vardığına çok teşekkür ederim. Bir de geçetim bura Borcus'tan. Evet, her şey, sizin tramvaylar, avtobuslar hamısı boşdur. Hem de burada bazar günüdür bugün. Bugün bazar günüdür, hə? Ona göre şehir biraz daha sakittir. Bence. Böyle gedirik. Tamam. Yazalım. İşkolik misin sen? Evet arkadaşlar, herhalde buralara gelirik. Burayı çok sevdik. Düşünün, burada bir mağazadan girirəm, bura çıxıram. Buradan çıxıram, bura girirəm. Buradan çıxıram, bura girirəm. Benim hayallarımı yaşayıram. Çok tatlı şeyler var. Ama burada bir Black Friday çıktı ama bazı yerlerde de Black Friday indirimi devam ediyor. Mesela burada çeşimi. Ama ya böyle aşırı bir indirimde görmedim. Dyson da var burada. Evde ben Dyson alacağım. Şey. Burada var. Burada bakabilir diye parfüm. Ben advent kalender istiyordum. Bu videoları atmağa her şeyden. O da işte yakın mesela bu bütçe de. Bak çok şey görünmüştü. Böyle işte. Çok tatlı işte. Evet arkadaşlar, sonunda eve çıkabildik. Ay aşırı yoruldum, aşırı. Telefonumda zərif qası tutarım, ona görə çıxa bilmirdim. Ezan telefon çok pis çəkir. Ezan telefon bak yoktu, ölübdür telefon. Neyse, indi alıqlamı üstəm, gəldik. Gəldik evə, biraz dincələk. Çünki ayaqlarım çox pis ağrıydı. Çünki ayaqlarım şişmişdi və ayaqqabı vururmuş kimi hiss özüm. Ay nə güzel düşürəm. Neyse. Tamam o zaman. Ben aldıqlarımı göstərim, sonra biraz dincələk, çay falan içək. Sonra akşam çağı gedib kartoşka yeyəcəyik. French fries. Amma ki bugün əslində indi yeyəcəkdik. Prosta o kadar yorulmuşduq ki, ora gedib sıra gözləməyə mənim heç türlü halım yox idi. Gedib evə, ondan sonra işləyirdim mən bilən axşamda. Axşam gedərik ora. Oradan alarıq. Akşam yemək. Adını bilirəm. Bayaq soruşmuştum, keçibdilər demişdim. Tamam, bakalım. Neyse. Evet, neler aldık? Burada işlem paketimiz var ama ki bu iki paketli değil. Şey falan da var. Yani birçok yerden tutulmak. Aslında ben planlayanda alışverişin planını, tətil planımı çıxaranda alışveriş planımı da çıxarıram. Orada
bir dənə Amsterdamdan şey var idi. Advent kalender almaq. Başqa heç nə almayacaqdım. Olmadı. Almadım. Bir iki şey aldım əlavə. Sadece gördüm ve dedim ki why not? Why not? Sonra birinci açık aldı. En birinci. Girdim. Birincisi bu aldı. Ha bunu aldık. Giriyor orada. Yo birinci ilkləmə girmişdi. Onu göstərim. Bir dənə açıq aldım. Neçə vaxt mən açıq istəyirdim. Açıq aldım ona görə bir dənə. O birlərə baxdım. Sonra Elzan dedi ki, o bir açıqlara bu qədər pul verməyə dəyməz. Qoymadı alım. Yoxsa mən Miu Miu'nun açıqısını alacaqdım. Miu Miu. Sen Evet. dedin mi? Şey bakalım. Bunlar dedim ben açıkça al. Yoxsa sənin ki bunlar çox bahalı. Bir açıqaya bu qədər pul verməyə əminsəm. Sonra mən də Dayan yaxşı okey. Birinci vaxtına ilə qiymətində. 300 nə qədər 300 nə qədər? Avro. avroydu. 600 manat idi. O biraz coşmuş ola bilərəm. Usta fikirləşdim ki Elzan 200 manat telefon almır özünün telefonun ekranı için. O sırada mən şey var ya bir de video var. De kardeşim evde sefalet halinde yaşıyor. O sırada Batı'da böyle prenses gibi yaşıyor. Neyse işte sen erkeksin sana bir şey olmaz. Dedim özce sen telefonu istemem. Ama onun da bir şey. Demem cesaret telefonu. Dedim Cem telefonumu değişək. Ben telefonumu sənə Ama geçen şey aldın ya. O elini aldın. Hələ sonra da hep fikirləşdim ki orada o şeydi, Prada'dı, Miu Miu'du. Onlar yani okey, qəşəngdilər. Qəşəng göründülər. Amma məncə yəni açıq markası deyillər də. Başa düşdün? Yəni gözlük markası deyillər. Amma Ray-Ban özü sırf gözlük markasıdır. Yəni anladınız da? Məsələn biri var gedib hər hansı bir yerdən ayaqqabı almaq, biri var gedib ayaqqabı markasından ayaqqabı almaq. Ben anladım. Anladın da sən? Siz də anladınız. Nəysə sonra ona görə Ray-Ban almağa qərar verdim. Və Black Friday-yə görə hər açıqda 20% endirim var idi. Evet, açıqımız budur. Çok tatlı. Mənim üzüm biraz balaca olduğu için orada 3-4 dənə açıqı yoxladım. Üzüm balaca olduğu için mən böyle açıqlar biraz qəşəng oturmurlar. Yəni bu qədər sifətim qalır. Orada sonra satıcıdan da soruşdum. Dedim hansı qəşəngdir. O da durdu şəklimi zamit çəkdi. Dedim məndən amma privacy-yə görə dedi sonra şəkil istədik. Bəlkə də silmədi. Hər axşam baxacaq şəklimə deyəcək nə qədər. Ya geydi. Satıcı geydi. Ama ya qəşəng pozitiv idi. Burada bir şey xoşuma gəlir, saçlar çox pozitivdir, aşırı pozitivdir. Adam bir şey almasa belə almaq istəyir. Nəsə o baxdı, o da dedi ki, şeydir də, bu bir at ki, sənin gözündə çox böyük durur da, üzündə çox böyük durur. Elzan da o dedi. Sonra mən də şəklə baxanda gördüm. Ona görə belə qərar gəldi ki, mən belə biraz balaca açıq almalıyam. Və sonra buna qərar verdik. Evet və bu da ay çox tatlı. Belə durur. Çok güzel. Allah çok güzel. Çok qəşəng durur. Böyle. Bunu aldık. Burada bu biraz sırf qara değil. Deyəsən kamerada düşmür. Baxın belə biraz desenli kimidir. Anladınız mı? Sonra bunu aldım. Tommy'den belə bir kofta aldım. Tam mənlik, gənclik. Belə qolu uzundur. Bunu bir kombine. Bu məncə tam Amsterdam kombinasyon olar bununla. Ya da şeydə geyinə bilərəm bunu. İspanya'da da giyebilirim. Çok böyle geçer renkli. Turuncu heç paltarım da yok idi. Çok sevdim. Ben şişeyi de zaten sevirəm. Bunu aldık. Bu da buradan sənədik. Sonra keçdik. Bunu aldım. Bunu hardan almışam? Bunu Zara'dan aldım. Bunu niye aldım? Çünkü Fransa'da kırmızı bir şey giymek istəyirdim ve kırmızı için getməmişdim. Ben dedim ki bunu alım. Tatlış bir çeşitli böyle biraz oversize dursun diye de el aldım. Belə. İndi birazdan bunları geyinib baxacağam ama bilmirəm. Video yəqin çəkmərəm də. Bunu geyindiyim videoda üstündə görərsiniz. Necə kombinlədiyimi falan. Bunu aldıq sonra. Sonra bu heç bunun paçetidir. Bunu hələ qalsın. Elzan özünə bir dənə eşofman aldı. Belə bir eşofman. Bu da yesin ora. Onu alıb. Papaq aldı özünə Elzan. Qəşəng durdu ama həqiqətən. Bu da H&M'dən aldı. Mən bir başım toplayacaqmışam. Böyle. Ama o şey oldu, sıkılaştı. Yani şey, Buradan her şey vardı. Bazı Bakın. açtırıp böyle bir şey. Buradan böyle bir şey vardı. Bundan böyle sıxabilirsin. Sonra mən özümə bir dənə yubka aldım. Böyle bir yubkadır. Bunu eşofman nədir? Eşofmanın üstünə geyinirəm. Evet. Şeyin üstüne giyeceğim. Sweatshirt altında böyle burada böyle fırfırlar qəşəng görünə düşündüm. O da birazdan yoxlayacağım özüm. Bu da bir kombinim olabilir. Sonra bir de 2 tane əlcək aldıq. Böyle bir set var idi. 2 tane əlcək. Birinin Elzana, birini mənə düşündüm. Aldım.
İndi açıb baxarıq əlimizdə olur yoxsa yox. Sən ağzını taxasın. Qaranlığı eləyim şimdi. Bu da qaradı da. Bir rengi biraz daha şey var. Hə, nəsə işte. Bir də əcəb, bu da. Bir tane bakıp hemen yoxlayayım. Sonra. Bu da H&M-dəndir. Okey, bu paketimiz qutardı. Keçdik o birinə. Hə, burada biri. Sonra bunu aldım. Uy. Böyle. Bunu mən normalda şeylərim falan, makyaj malzemeleri falan Amerikadan Sephora'dan sifariş verirdim. Burada Sephora yoktu. Buna göre bu defa makyaj şeylerimi Sephora'dan almak istedim. Yani başka bir şeylerinde falan. Evet, ezan elinde olur. Elinde artık istik alacak. Sonra burada şey vardı. Douglas'ı diyesen. Douglas vardı, evet. Douglas'tan girdik. Ajan kalendarlara baxaq. Çünkü dedim de benim şeyimde 2025 wish listimde şey var idi. Douglas'tan advent kalender almaq. Oraya gittim, sonra bunları gördüm. Bunu normalde mən şeydə 20 neçəydi? 30 neçə? Yox, 28 eurodur bu. Bu təşlikdir özü. Ama bu setin özünü, bu seti iki şey bir yerden 29 euroydu. Ve verili şirin qabı var. Çok qəşəngdir. Güzel. Çok ezana göstərməsində bu təsəvvür edin, bax qabın içində şeylər olur. Qab falan çok hoşuma gəldi. Hə, Black Friday indi normalde 35 imiş, ama Black Friday'e göre 29'a düşmüşdü. Belə açılır ve içindən 2 dənə şey çıxır. Evet, bir dənə Benetton çıxır. Nəsə vaxt mən Benetton almaq istəyirdim, alamırdım. Bir də belə bir şey çıxır, glossdur deyəsən bu. Bunu bayaq yoxladım. Qəşəngdir bu. İyisi falan çox qəşəng idi. Aplikatörü də belədir. Böyle. Güzel. Beğendim. Vurum sağda. Yok. İsteyen olsa yazsın sonuçları. Gəlib burada. Location atın, gətirib vurum, yoxlayın. Yok, yani satmak için değil mi? Satmırıq. Getirey, neçə almışsın onu? Hayır. Satmıyoruz. 90 manat gətirəcək. Euroydu bu arada, yani manat yok, 28 manat yok, euro. Belə baxanda əslində baha deyil, 50 manatdır da, yəni. Yenə də. Ben bayaq yazan deyirəm ki, belə baxanda xəstə falan belə baxırıq, nə qədər xəstədir. Baxırsan belə az göründür, adamla 20, 30, Manat kimi gəlir adamla. Manat kimi gəlir, sonra birdən çevirirsən, oh my god edirsən. Məncə biz bir avronun 2 manat olduğunu hər də öyrəşilmişik. Yox, mən öyrəşilməmişim. Əslində bura baha, Amsterdam olsa bahalı bir şəhərdir, yəni şeylərə baxanda. Sadəcə biz belə qiymətlərə baxanda şey balaca görürük deyə adama şey gəlmir. Məsələn, Budapeştdə falan baxırsan qiymətə, qiymət böyükdür. Sonra çevirsən, manatı çevirsən, yoxdur, az pul edir. Amma burada yox. Hə, sonra bunu aldım, göstərməyi unutdum. Yazan yine aldım. Hə, bir də içində bu vardı. Bu şeydir, kremdir. Belə bir krem. Duş geli. Duş geli də bax, yaxşı oldu. Burada yox idi. Duş geli. Hə, duş geli. Və o balı parfüm də sıxırsan. Yaydı. Belasın. Tamam. Evet, fakir yazanla tanışın arkadaşlar. Hə. Vurun mu? Burada. Və ən sonunda. Bu özü artı və çox ağırdı. Bunu aldım. O qədər. Bu cəsə çox advent kalenderi gördük burada. Birinci bir də mağaz getdik, Douglas, bir də 2 dənə mağazanın birləşmiş bir mağazaydı. Orada qız dedi ki, məndən burada advent kalenderlər çox alınmır, ona görə biz gətirmirik. Dedi, gətirmirik ona görə. Mən də ümidim şeydən deməli yəqin yoxdur falan. Sonra bir də başqa Douglas mağazası. İçəridə oradasa 10 dənə falan advent kalender var idi. Düzdür, yəni növ şey çox idi da. Çeşid orada çox idi, amma 10 dənə falan var idi advent kalender. Mən də bir yandan fikirləşdim ki, yəni şeydir də, biraz mənasızca, çünki bəzi advent kalender artıq qəşəng olmur. Sonra fikirləşdim ki, mənim wish listimdə vardı da, yəni bunu almalıyam. Pis olsa yaxşı almalıyam. Sonra evet, buna qərar verdik. Elzam biraz bana süslənə yazın eləmək istədi. Bu da bir buradadır. Buradadır. Şey yazdı. Ən axırda fiyat paper'ımız şey eləyəcək. Güzel. Burada şey var. Bunu asırım. Bakalım ne çıkıyor. Pomada diyesin. Evet. Özü benim vurduğum bir renk. Evet, iki de buradadır. İki de açaq.
Böyle şey var. Bu böyle şey. Bu ne? Face mask. Üz maskası. Bu da işlederim. Seversin. Güzel. Tamam. Bu da böyle. Bu da geçerli. Maskası. Şimdi bunu işlederim. Maskası. Mesela biz maske almıştık. Aa bir de içlerden maske almışım. Akşam maske eləmək üçün. Uy. Olmuş. Biri budur. Biri Elzana, biri mənə. İşlərdə bir maske aldım. Bunları da akşam eləyəcəyik. Bir də özümə qələm aldım. Çünki mənim qələm kolleksiyam var. Hamının cəmaatın pul kolleksiyası var. Maşın kolleksiyası var. Məndən nə kolleksiyası var? O sırada mənim qaribanlı qələm kolleksiyam var. Hər getdiyim üçün qələm alıram. Bir də hələ mənim Tinkle Pen qələmim var. Bilirik. Ondan hamının başına it oynasın. Sonra... Ay yok Erzan. Hayır. Atma. Tamam. Bunun sürprizi oradadır. Özüm arkasını böyle okumadım ki şey Ben olsun bakımda da. sen atma. Yok da sen de Ha, bakın. Ben de tamam. bir yerde gör. Tamam. Evet arkadaşlar. Ve sonunda o an. Akıcı bunu aldık. Bunun için gelmiştik buraya. Hadi. Ezandan kalıp testi. Güzel mi? Değer mi? Değer. Biz orta size götürdük nəfərəm. Uy, ay. Götüremiyorum. Vay böyle işim ben. Özün derim ki gel. Orta size götür. Size'ları çok büyük ya. Ve Özün benim. Yok. Böyle size götür. Sonra yanımıza bir daha böyle grup dayanmıştım. Demiş ki bak onun elindeki small size'dır. Diyor yok o big size'dır. Cem soruşup da. Ay. O an hep small size'dı. Ondan sonra gelmişim. Düz değilsin onu medium alaq. Ben iyileşmiyorum ama geçerli. Bu kadarına 8 nesə verdik. Yani medium bulsa bunun lacını 9. Lacını seviyorum. 9 euro verdik. Ne güzel. Sevdim. Evet arkadaşlar. Böyle bir yer. Buradayız. Şey de buradadır. O meşhur yer orada. Onun da yanında waffle kimi yer var. Ondan da birazdan yiyeceğiz. Ama hələlik gedirik markete oradan. Marketten şey alaq. Su alaq. Evet. Sudan yandık. Bir diş dişlədim. Dişini bir dişləyib sizə reaksiya. Ama elin hələ dişləməyib. İşte böyle dişli reaksiya verir. Oha. Ne işte? Güzel de çünkü bu şeyi bu waffle şeyi böyle uzamır da dişleyen şimdi hırs kırılır. Bir de sen Yukarı baksana. buraya bakın yağış düşür. Çok güzeldi. Selamünaleyküm hanım. Sağ ol. İş görüşmesinden gelmiştim Amsterdam'da. Evet. Kimliğim kaldı şeyde. İş görüşmesi oldu ofiste kaldı. Ofisi bağlayıp sen geldin. Varsa biraz imkan kömək eləyəsin mən qaydalarım. Kimliyle şeyle alakası. Qalıb otoğlar, pulum kaçırdım qalıb indi otaqda da. Mən Ay varsa, pasportu için dedi. varsa deyirəm yəni kömək eləyəsin. Yok. Bö. Evet arkadaşlar eve gelip çıktık ve maske demeye karar verdik. Bugünlük de bu kadar. Videonun axırını dedim çəkim. Dedim niye biləcək. Baynat. Ay güləmirəm də yemin də. Hadi. Bugünlük bu kadar. Videoma like atmağı, abone olmağı unutmayın. Hadi bye.